Əziz həmkarlar, hər vaxtımız xeyir olsun. Elektron jurnaldakı son hesabatla bağlı bir məqamı da istəyirəm nəzərinizə çatdırım. Bəzən biz hesabatı yükləyəndə, yəni bu yarım illik, illik və ikinci yarım ilin qiymətlərini yükləyəndə qiymətlə bərabər bal da eyni xananın içində yazılır və drop işarəsi qoymaqla. Və biz bunu hesabata əlavə eləyəndə kopyalamaq bizə problem yaradır. Ona görə burada nə etmək olar? Fikir verirsiniz, əgər sizin işlətdiyiniz Excel proqramı 2010-cu versiya və daha yenisidirsə, çox güman ki, bütün məktəblərdə, yeni kompüterlərdə və yeni proqram olacaq. O zaman sizə bal çıxartmaq lazım olan sütunun qarşısına kursoru yerləşdirirsiniz. Bax, buradan bizə məsəl üçün 48, 38.6, 61.4, bax bu ballar lazımdır. Elə 48-i yazdınız, Enter-ı vurdunuz, düşdünüz növbəti xanaya. Daha sonra bu sütunu tam aşağıya qədər qeydə alırsınız və klaviaturadan Ctrl-Y düymələrinin kombinasiyasını sıxmaqla bu balları buradan ayıra bilərsiniz. Tutaq ki, BSG də lazımdır sizə. Kursoru qoyuram BSG-dən sonraki sütunun, burada J sütunun adını qeydə alıram və klaviaturada Ctrl plus vurmaqla sütunu əlavə edirəm. Ya da sağ düyməni vururam, seçirəm buradan Insert, yeni bir sütun əlavə edirəm və burada yazıram. Birinci balımız 69-dur. Aşağıya qədər sütunu qeydə alıram. Və yenə eyni formada klaviaturadan Ctrl-E düymələrini vurmaqla həmin o balları oradan ayıra bilirəm. Qədər.